Cümlələr və cümlə üzvləri arasındakı əlaqələri biz sintaktik əlaqələr adlandırırıq. Sintaktik əlaqələrin iki növü var. Tabesizlik əlaqəsi və tabellik əlaqəsi. Gəlin baxaq görək bunların bir-birlərindən nə fərqi var. Həmçinin onu da qeyd edeyim ki, tabellik əlaqəsinin 3 növü var. Uzlaşma, idarə və yanaşma əlaqəsi. Tabesizlik əlaqəsi həmcins üzvlərin tərəfləri arasında olur. 8-ci sinifdə deyirik ki, həmcins üzvlərin tərəfləri arasında olur. Testlərə həmcins üzvlər düşür. Amma 9-cu sinifdə artıq tabesiz mürəkkəb cümləni keçəndən sonra ümumi olaraq deyirik ki, tabesiz mürəkkəb cümlələr tabesizlik əlaqəsi daha doğrusu tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında olur. Həmçinin həmcins üzvlərin tərəfləri arasında olur. Yəni bir-birindən asılı olmayan, biri digərini aydınlaşdırmayan, bir-birinə münasibətdə eyni hüquqlu olan sözlər və cümlələr arasında tabesizlik əlaqəsi olur. Bir sözlə sadalanan cümlə üzvləri və cümlələr arasında olur. Tabesizlik əlaqəsində isə ox işarəsi iki başlı olur. İndi gəlin tabellik əlaqəsinə baxaq. Tabellik əlaqəsi isə nədir? 3 növü var dedik. İndi gəlin bu 3 növünü bir-bir aydınlaşdıraq. Uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsinin əsas göstəricisi xəbərlik şəkilçisidir. Mübtəda ilə xəbər arasında olur uzlaşma əlaqəsi. Həmçinin ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında uzlaşma əlaqəsini görə bilərsiniz. Uzlaşma əlaqəsinin digər əlaqələrdən fərqi odur ki, birinci əsas tərəf gəlir. İkinci aslı tərəf gəlir. Yəni, uzlaşma əlaqəsində mübtədanı biz əsas tərəf, xəbəri isə aslı tərəf götürəcəyik. Və ona görə də ox işarəsi uzlaşma əlaqəsində ikincidən birinciyə doğru gedir. Amma digər əlaqələrdə bu belə deyil. Mübtəda ilə xəbər gördünüz. İkinci və üçüncü növ təyini söz birləşməsi gördünüz. Orada uzlaşma ilə idarə mütləqdir ki, var. İndi uzlaşma daha doğrusu, hələ ki uzlaşmadan danışırıq. Sonra keçirəm idarə əlaqəsinə. İdarə əlaqəsinin əsas göstəricisi hal şəkilçisidir. Hal şəkilçisi idarə əlaqəsinin əsas göstəricisidir. Cümlə üzvü olaraq desək ki, idarə əlaqəsi tamamlıqla xəbər arasında və yer zərfliyi ilə xəbər arasında idarə əlaqəsi olur. Yer zərfliyi ilə. Zərfliyin digər məna növləri yox, yer zərfliyi ilə xəbər arasında işlənir. İdarə əlaqəsi bir də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ola bilər. Yəni, belə nəticə çıxardırıq ki, ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında idarə əlaqəsi olur. İndi, idarə əlaqəsində isə uzlaşmadan fərqli olaraq birinci aslı tərəf olur. İkinci əsas tərəf olur. Ox işarəsi də normal qaydada olaraq birincidən ikinciyə doğru çəkilir. Yanaşma əlaqəsindən. Yanaşma əlaqəsi isə ən çox birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. Yanaşma əlaqəsi. Birinci növ təyini söz birləşməsi və təyinlə mübtəda, təyinlə tamamlıq, təyin ismi xəbər, həmçinin yer zərfliyini çıxmaq şərti ilə zərfliyin digər məna növləri ilə fe'li xəbər arasında ümumiyyətlə yanaşma əlaqəsini görə bilərsiniz. Yanaşma əlaqəsində də həmçinin ox işarəsi birincidən ikinciyə doğru gedir. Yəni, bu o deməkdir ki, birinci tərəf aslı tərəfdir, ikinci tərəf isə əsas tərəf mövqeyində çıxış edir. Bir də bir şey qeyd edeyim ki, sizə xüsusi olaraq yadınızda saxlayın ki, mübtəda, tamamlıq və ümumiyyətlə zərflik arasında, bu üçü arasında heç bir əlaqə yoxdur. Bu üçü heç bir-birlərlə bağlılığı yoxdur, cümlədə bir-birlərini izah eləmirlər. İndi gəlin, müəyyən bir cümlə üzərindən əlaqələri müəyyənləşdirək. Məsələn, deyirəm ki, mənim suallarım. Mənim suallarım üçüncü növ təyini söz birləşməsidir. Ona görə də tərəflər arasında 2 dənə əlaqə olacaq. Bir idarə əlaqəsi, bir də uzlaşma əlaqəsi.
İdarə və uzlaşma. Yəni, mənim sözüm idarə əlaqəsində olacaq aslı tərəf, uzlaşma əlaqəsində olacaq əsas tərəf. Suallarım sözü isə idarə əlaqəsində olacaq əsas tərəf, uzlaşma əlaqəsində olacaq aslı tərəf. Və yaxud da deyirəm çalışqan tələbə. Çalışqan tələbə birinci növ təyini söz birləşməsi olduğuna görə tərəflər arasında yanaşma əlaqəsi var. Tərəflər arasında yanaşma əlaqəsi var və ox işarəsi də birincidən ikinciyə doğru gedəcək. Sonra məsələn deyirəm ki, gəlin cümlədə də təhlil aparaq. Mənim böyük qardaşım tutalım, deyirəm ki, Bakıda mənim böyük qardaşım Bakıda yaşayır. İndi gəlin baxaq. Cümlədə mübtədə varmı? Var. Xəbər varmı? Var. Yaşayır kim? Mənim böyük qardaşım. Mənim böyük qardaşımla, yəni mübtədə ilə xəbər arasında götürürəm uzlaşma əlaqəsi. Bir dənə uzlaşma əlaqəsi. Sonra keçirəm söz birləşmələrinə baxıram. Söz birləşmələri mənim qardaşım. Üçüncü növ təyini söz birləşməsi olduğuna görə tərəflər arasında həm idarə var, həm də uzlaşma var. Bu ikinci. Üçüncü, böyük qardaşım. Birinci növ təyini söz birləşməsi olduğuna görə qardaşım. Birinci növ təyini söz birləşməsi olduğuna görə tərəflər arasında yanaşma əlaqəsi var. Tərəflər arasında yanaşma əlaqəsi var. Sonra harada yaşayır? Bakıda yaşayır. Yer zərfliyi var. Hal şəkilçisi yəqin ki, gördünüz burada dadəni. Hal şəkilçisi ilə varsa göstəricisi də idarə əlaqəsidir. Deməli, bu cümlədə iki dənə uzlaşma əlaqəsi var. Gəlin bura qeyd eləyək. 2 uzlaşma əlaqəsi var. Çünki mübtədə ilə xəbər arasında bir də üçüncü növ təyini söz birləşmələrini. Həmçinin 2 idarə əlaqəsi var. Üçüncü növ təyini söz birləşməsinin tərəflər arasında, bir də yer zərfliyi ilə xəbər arasında. Bir dənə də yanaşma əlaqəmiz var. Birinci növ təyini söz birləşməsinin tərəfləri arasında. Belə.